migren də hər zaman deyirik, migren yorucudur, əziyyət vericidir, ağrı gəlir, deyir, az qalır gözünü aça bilmir, az qalır, bəzən görürsən ki, o qədər güclü olur, ürək bulanma verir, bəzən qusma verir, bəzən gözü aça bilmir, elə bir ürək döyünür orada, bəzən görmə zəifləyir, bəzən göz balacalaşır, bəzən bir tərəfi həmin ağrı tutanda migrendir, migren ağrısı tutanda bir tərəfi o stəkanı tuta bilmir, əlindən düşür. Bəzən ağrı alında olur, bəzən gicgahdan tutur gözünə vurur, bəzən görürsən ki, birdən-birə elə bil nəfəs alması pozulur. Bunun hamısı migrenin əlamətləridir. Bəzən güclü işığa baxa bilmir, bəzən görürsən ki, güclü səs çox pis təsir eləyir. Yəni, və mən hər zaman deyirəm, migren görən kim deyirəm, uşaqlarında baş ağrısı var mı? Bir gün də soruşuram. Deyir, hə, 25 yaşında olan oğlumda var. Deyirəm, bəs oğlunda var. Deyir, nə bildin, doktor, deyirəm, bu irsiyyətlə keçir də, valideyndən keçir. Yəni, nəsildə genetik keçə bilir.